Bismillahirrahmanirrahim. Ya Rabbel alemin. Sənə həmd olsun. Bu mübarək Rəcəb ayının və Rəğaib gecəsinin nurunu bizə nəsib etdiyin üçün sənə sonsuz şükürlər edirik. Göylərin və yerin sahibi, hər şeyə qadir olan Allahım, bizi İslamın hidayət nuru ilə şərəfləndirdin. Peyğəmbərimiz Həzrəti Muhammədə sallallahu aleyhi və səlləm və onun ali əhli beytinə sonsuz səlavat və salamlar olsun. Ya Rəhman, səndən gələn rəhmətə və bərəkətə ümid edərək bu gecədə əllərimizi sənə açırıq. Əvvəldən axıra bütün qəsdən və səhvən etdiyimiz, aşkar və gizli qalan günahlarımızı əfv et. Xətalarımızı, qüsurlarımızı öz geniş məğfirətinlə yuyub təmizlə. Qəlbimizdə olan hər cür kin, küdurət, pis niyyət və riyadan bizi qoru. Bizə sənin razılığını qazanmaq üçün səmimiyyət, ixlas nəsib eylə. Ey kərəmi bol olan Allahım! Bizə, ailəmizə və sevdiklərimizə kamil sağlamlıq və daxili huzur ver. Evlərimizdən xoşbəxtliyi və bərəkəti əskik etmə. Qazancımıza, işlərimizə bol ruzi və bərəkət ehsan et. Bizi haram qazancdan, başqalarına möhtac olmaqdan qoru. Bizi dünya və axirət fitnələrindən, görünən və görünməyən bütün bəlalardan xilas et. Qəbir əzabından, cəhənnəm odundan və cənnətə daxil olmağımıza mane olacaq hər şeydən sənə sığınırıq. Rəcəbdə başlayan bu mənəvi yüksəlişimizi Şabanda artır, Ramazanda isə kamilləşdir. Bizi qəbul etdiyin salih qulların zümrəsinə daxil et. Ya Ərhəmər-Rahimin, bizim və bütün ümməti Muhammedin dualarını bu müqəddəs gecənin hörmətinə qəbul et. Amin. Ya Rəbbəl aləmin.